Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 7-ci sinif dərsliyinin birinci hissəsinin birinci bölməsindəki elə birinci mövzunu izah edəcəm. Əslində dərsliyimizdə həm şəkillərlə, həm sözlərlə mövzu çox gözəl izah olunub. Yenə də mən nümunələr göstərərək izah eləməyə çalışacağam və çalışacağam ki, bu dərsi qəşəng başa düşəsiniz və summativdə yaxşı nailiyyətlər əldə edəsiniz, həmçinin də yeni biliklər əldə edə biləsiniz. Canlıların əsas xüsusiyyətləri. Əvvəlcə gəlin diqqətimizi açar sözlərə verək. Görək burada bizim üçün nələr qeyd olunub. Hərəkət, qidalanma, tənəffüs, çoxalma, böyümə, inkişaf, ifrazat, qıcıqlanma. Dərsi dinləməmişdən əvvəl məsləhət görərdim ki, hərəniz bu açar sözlərə uyğun bir cümlə ilə nə olduğunu fikirləşin. Məsələn, hərəkət nədir? Yeri dəyişməkdir, elədir, hərəkət etmək. Şagirdlərdən soruşanda deyirəm, hərəkət nədir? Deyirlər ki, hansı tərəfə isə, hər hansı bir istiqamətə doğru yerini dəyişmək. Hərəkət deyirlər yenə də, hər hansı bir tərəfə hərəkət etmək deyəndə, yəni yenə hərəkət sözünü istifadə edirik. Amma hərəkətin mənası nədir? Yəni yerini dəyişməkdir. Qidalanma, orqanizma kənardan qida maddələrinin qəbul olunması. Tənəffüs, nəfəs almağımız. Çoxalma, yeni bir nəsil əmələ gəlməsi. Məsələn, heyvanlardan misal göstərsək, quşlar yumurta qoymaqla çoxalır. Bunu təbiət dərsliyində keçmisiniz. Böyümə, orqanizmin ölçücə, kütləcə artması. Məsələn, hal-hazırda siz böyümə yaş dövründəsiniz. İnkişaf, yeni xüsusiyyətlər qazanmaq, inkişaf mərhələsindəsiniz. İfrazat, orqanizmdən neyniyəcək? İfrazat deyəndə canlılar üçün nəyi nəzərdə tutaq? Lazımsız maddələrin xaric olunması, elədir? Qıcıqlanma, qıcıqlanma nə ola bilər? Gəlin indi mövzumuzla tanış olaq. Deməli, canlı orqanizmlər xarici görünüş və həyat tərzi baxımından müxtəlifdir. Nə deməkdir? Canlı orqanizmlər xarici görünüş və həyat tərzi baxımından müxtəlifdir. Gəlin bu cümləyə bir aydınlıq gətirək. Canlı orqanizm deyəndə nəyi nəzərdə tutur? Bitkilər, heyvanlar, göbələklər, bakteriyalar, insanlar da heyvanlar aləminin içərisindədir. Bu canlılar bir-birinə oxşardırmı? Bitkilərin içində belə bir-birindən fərqlənən müxtəlif növlər var. Məsələn, yenə 5-ci sinif təbiət dərsliyinə geri qayıdaq. Biz orada mamırlar, qıcı kimilər, çılpaq toxumlular, çiçəkli bitkilərdən danışdıq və şəkillərdə gördük ki, bunlar bitki olmasına baxmayaraq bir-birindən fərqlənirlər. Eyni zamanda heyvanlar, məsələn, quşlarla qurbağalar bir-birinə bənzəyirmi? Xeyr. Bəs eyni həyat tərzi keçirirmi? Xeyr. Hərəsinin özünə uyğun həyat tərzi var. Quşlar uçaraq müəyyən əraziləri tapırlar, özlərinə yuva qururlar, orada qidalanırlar. Amma qurbağaların başqa bir həyat tərzi var. Deməli, canlı orqanizmlər xarici görünüş və həyat tərzi baxımından həqiqətən də müxtəlifdirlər. Əksər canlıların həyatının müəyyən bir dövründə ümumi xüsusiyyətləri olur. Aha, indi gəlin quş, qurbağa ya bitkilər hamısı üçün ümumi bir xüsusiyyət tapaq. Məsələn, nəfəs almalıdırlar ki, yaşaya bilsinlər, elədir. Qidalanmalıdırlar ki, enerjiləri olsun, yenə həyatlarını davam edə bilsinlər. Hərəkət götürə bilərik. İndi deyə bilərsiniz ki, bəs bitki hərəkət edirmi? Buna da aydınlıq gətirərik. Qıcıqlanır, hər hansı bir təsirdən müəyyən bir cavab verməsi. İndi bunları daha geniş keçəcəyik. Deməli, canlıların əsas xüsusiyyətlərinə hərəkət, qidalanma, tənəffüs, çoxalma, ifrazat, böyümə və inkişaf birlikdə qıcıqlanma aiddir. Bizə canlının əsas xüsusiyyətlərini say deyəndə biz bu əsas xüsusiyyətləri sayacağıq. Hərəkət, qidalanma, tənəffüs, çoxalma, ifrazat, böyümə və inkişaf, qıcıqlanma. Hərəkət nədir? Hərəkət canlının vəziyyətini və ya yerini dəyişməsidir. Baxın, yerini dəyişməsini bilirik. Görürük, məsələn, quş uçur, yerini dəyişir.
Pişik yeriyir, yerini dəyişir. İnsan yeriyir, yerini dəyişir. Vəziyyətini dəyişməsi də hərəkətdir. Buna da misal göstərək. Məsələn, bitkilərin, yarpağın işığa tərəf dönməsi, günə baxanı işığa tərəf getməsi, yəni çönməsi. Bu da hərəkətdir. Baxın, vəziyyətini dəyişmək o deməkdir. Yəni həm vəziyyətini dəyişmək, həm yerini dəyişmək onun hərəkəti adlanır. Bir də deyək, hərəkət nədir? Hərəkət canlının vəziyyətini və ya yerini dəyişməsidir. Aydındır? İndi davam eləyirəm. Deməli, hərəkət dedikdə, məsələn, fəal hərəkətdə görə bilərik, olmayan hərəkətdə görə bilərik. Fəal hərəkətə heyvanların əksəriyyətinə misal göstərə bilərik. Necə yəni? Məsələn, dovşan qaçır, fəal hərəkətdir. Sonra tullanır, fəal hərəkətdir. İlan sürünür, fəal hərəkətdir. Delfin üzür, qağayı uçur. Yəni gözümüzlə müşahidə ediriksə bir canlının yerini dəyişməsini, deməli bu fəal hərəkətdir. Amma bəzən oturaq həyat tərzi keçirən canlılar da var ki, onlarda da hərəkət var, lakin məhdud, yavaş hərəkətdə ola bilər. Bitkiləri misal göstərə bilərik ki, bitkilərdə məhdud və yavaş hərəkət vardır. Bəs bunların hərəkətinə nəyi misal göstərək? Biz buna çiçəklərini günəşə doğru çevirməsi. Baxın, bayaq dedik axı hərəkətdə vəziyyətini dəyişmək də hərəkətdir. Və yaxud da dayağın ətrafına sarılması. Siz əgər üzüm ağaclarına diqqət eləsəniz, görəcəksiniz ki, üzüm ağaclarında müəyyən bir hissədən hər hansı bir dayağa söykənmə var. Eyni zamanda sarmaşıq. Görürsüz, adından sarmaşır. Hər hansı bir dayağa dəmir ola bilər, divar ola bilər və yaxud da bir belə deyək, dirək ola bilər. Başlayacaq ora sarmaşmağa. Bu onun hərəkətidir. Deməli, istər bitkilərdə, istər heyvanlarda biz hərəkəti gördük. Heyvanlarda fəal hərəkətdir, bitkilərdə məhdud və yaxud da yavaş hərəkət ola bilər. Burada diqqət edirik. İndi davam eləyirik. Deməli, hərəkəti dedik. Dəqiqə, qələmimiz işləmədi. Gəldik qidalanma. Belə deyək uşaqlar. Məsələn, səhər-səhər məktəbə gedirik. Yemək yediyimiz günlə yemədiyimiz gün arasındakı bir fərqə baxırıq. Əslində, hər birimiz səhər yeməyimizi yeməli, daha sonra məktəbə getməliyik. Çünki bu zaman bizim bədənimizdəki olan hüceyrələrə lazım olan maddələr gedir və onlar da enerji ilə bizi təmin edə bilirlər. Yəni, biz əslində yediyimiz qidanın tərkibində olan enerji onlara gedir və başlayır bizim gündəlik fəaliyyətlərimizin icra olunmasını yerinə yetirməyə. Yəni, mən məktəbə gedirəm, dərs oxuyacağam, idman dərsinə gedəcəm, qaçacağam, bir kabinetdən başqa bir kabinetə gedəndə pilləkənlərlə hərəkət eləyəcəm. Bütün bunlara sərf etmək üçün mənim enerjiyə ehtiyacım var. Bu enerjini də mən hardan alım? Qidadan alım. Yemək yeməsəm, düzgün icra edə bilərəmmi bu hərəkətləri? Xeyr. Ona görə də qidalanma da bütün canlılara xas olan xüsusiyyətdir. Yəni, bütün canlılar əgər yaşamaq istəyirsə, fəaliyyət göstərmək istəyirsə, qidalanmalıdır. Eyni zamanda da biz. Öz həyat fəaliyyətini davam etdirmək üçün orqanizmlərin enerjiyə ehtiyacı var. Enerjini də orqanizmlər qidadan alırlar. Yəni, məsələn, mən alma yeyirəmsə, mən deməli, meyvə, tərəvəz yeyirəmsə, bu zaman onların tərkibində olan maddələr orqanizmamda parçalanır, enerji əmələ gətirir. Orqanizmlərin qida maddələri daha sadə maddələrə qədər parçalaması enerji ayrılması ilə gedir. Onların qidadan aldığının enerjisi, daha doğrusu qidadan aldığı enerjinin çox hissəsi tənəffüs və hərəkət kimi həyat fəaliyyətinin yerinə yetirilməsinə sərf olunur. Yəni, uşaqlar, yediyimiz qidaya diqqət eləməliyik. O qida bizi gün ərzində fəal saxlayırmı? Normal hərəkətlərimizi icra etməyə kömək edirmi?
Ona görə də düzgün qidalanmalıyıq. Əgər düzgün qidalansaq, həm sağlam olarıq, həm də fəaliyyətimizi tam yerinə yetirə bilərik. Bu bizim üçün xasdır. Eyni zamanda digər canlılar üçün də. Yəni onlar da qidalanmalıdır. Qidalanan yaşayır, amma qida tapa bilməyən nə olur? Bir müddətdən sonra enerjisi tükənir, xəstələnir, ölür və təbiətdən artıq tamamilə torpağa qarışır, ayrılmış olur. Ona görə də biz də qidalanmalıyıq. Biz də qidalanmasaq doğru düzgün xəstələnə bilərik. Fəaliyyətimiz aşağı düşə bilər. Məsələn, dərs oxuya bilmərik, çıxıb həyatda istədiyimiz kimi oynaya bilmərik. Yəni bunların hamısı üçün bizə qida lazımdır. Deməli, dedik ki, qidanı qəbul elədikdən sonra canlının bədənində bu qida maddələri parçalanır. Parçalanan zaman enerji ayrılır. Bu enerji də başlayır orqanizm tərəfindən istifadə olunmağa. Nəyə? Tənəffüs etməyimizə, yəni nəfəs almamıza, hərəkətimizə, digər zehni fəaliyyətimizin yerinə yetirilməsinə sərf olunur. Bəs enerji qalsa, qalır, nə olur? Qalan enerjinin bir qismi bədən temperaturunun sabit saxlanması üçün istifadə olunur. Digər qismi isə istilik şəklində ətrafa yayılır. Bir də burada ümumiləşdirmə aparaq. Deməli, qidalanma bütün canlılara lazımdır. Niyə lazımdır? Öz fəaliyyətini davam edə bilməsi üçün o qidanın tərkibindəki enerjiyə ehtiyacı var. Qida maddələri orqanizmamızda sadə maddələrə parçalanarkən enerji ayrılır. O enerji də bədənimizdə tənəffüsə, hərəkətə, digər fəaliyyətlərə sərf olunur. Bir hissəsi də bədən temperaturumuzun sabit saxlanılmasına kömək edir. 5-ci sinif təbiət dərsliyində də istiqanlı heyvanları keçmisiniz. Bilirsiniz ki, bədən temperaturunu sabit saxlayan canlılara bir məməlilər, bir də quşlar aid idi. Bunların da yenə istiqanlıdırlar, maddələrin mübadiləsi ətraf mühitdən asılı deyil. Eyni zamanda digər canlılarda da temperaturun sabit saxlanması üçün qida maddələrinə lazım ehtiyacları var, qida qəbul eləsinlər. Bu oldu qida maddələri, qidalanma, orqanizm üçün əhəmiyyəti. İndi baxaq bitkilər və heyvanlarda qidalanmada da fərqlər var. Bu nədir? Bitkilər enerji olaraq günəş enerjisindən istifadə edir. Digər canlılar isə qidadan istifadə edir. Yəni yediyi qidadan alır o enerjini. Bitkilər günəş enerjisindən istifadə edir. Və günəş enerjisindən istifadə edərək həmçinin də havadan karbon qazını alır, torpaqdan suyu alır. Bunların hamısı birlikdə bitki orqanizmasında qida maddələrinin hazırlanmasına səbəb olur. Yəni bitki qidasını özü hazırlayır. Bax, burada yazıram. Özü hazırlayır. Hazırlayır. Heyvanlar isə və digər canlıların əksəriyyəti hazır qida ilə qidalanırlar. Yəni necə? Məsələn, heyvanlar, ot yeyən heyvanlar bitkilərlə qidalanır. Yırtıcıları isə ot yeyən heyvanlarla qidalanır. Görürsünüz, hamısı bir canlıdan istifadə edir qida kimi. Amma bitki isə cansızdan istifadə elədir. Nədən? Günəşin enerjisindən. Karbon qazı cansızdır və sudan. Aydındır? Bunlara da diqqət edirik. Bu oldu, deməli, qidalanma. Canlının əsas xüsusiyyətlərindən həm hərəkəti dedik, həm də qidalanmanı dedik. İndi keçirik növbəti bir xüsusiyyətinə. Görək bu nədir? Tənəffüs. Tənəffüs nədir? Tənəffüs. Bütün canlılar tənəffüs edir. Yəni tənəffüs etməyən canlı yoxdur. Əgər tənəffüs etmirsə, deməli cansızdır, artıq ölüb. Yoxdur. Aydındır? Canlıların əksəriyyəti yaşamaq üçün oksigenə ehtiyac duyur. Oksigen havanın tərkibində var. Nəfəs aldıqda o oksigen orqanizmə daxil olur və istifadə olunur. Tənəffüs zamanı qida maddələrindən enerji ayrılır və müxtəlif həyati proseslərə sərf olunur. Deməli, necə dedik? Dedik ki, tənəffüs zamanı qida maddələrindən enerji ayrılır
Və bu enerji də müxtəlif həyati proseslərə sərf olunur. Bu oldu tənəffüs və canlılar tənəffüs edərkən oksigen qazını qəbul edirlər, karbon qazını xaric edirlər. İndi soruşa bilərsiniz ki, ay müəllim, bəs bayaq dediniz ki, bitki karbon qazını alırdı. Bitki tənəffüs edən zaman oksigeni alır. Bütün canlılar tənəffüs üçün oksigendən istifadə edir. Bitki karbondan nə vaxt istifadə edir? Özü üçün qida hazırlayanda. Aydındır. Qida hazırlayanda karbon qazı, su, günəş enerjisindən istifadə edir. Bu prosesin adı da fotosintez prosesidir. Amma tənəffüsü deyəndə biz deyək ki, bitki karbon qazı ilə tənəffüs edir. Bu doğru deyil. Bitkilər də tənəffüs etmək üçün oksigenə ehtiyac duyurlar. Bunu da unutmuruq. Gəldik çoxalma. Orqanizmlərin özünə bənzər nəsil törətməsi çoxalma adlanır. Necə yəni özünə bənzər? Məsələn, pişiyin balası pişik doğulur. Toyuğun yumurtasından cücə çıxır. Meymunun balası meymun doğulur. Balığın kürüsündən balıq sürfələri çıxır. Yəni özünə bənzər nəsil törədir də, elə deyil, sayları artır. Bu çoxalmadır. Görürsüz, çoxalırlar, sayları artır. Canlıların çoxalma qabiliyyəti nəticəsində yer üzərində həyat davam edir. Yəni canlı çoxalmasa, bir müddətdən sonra yaşlandılar, xəstəlik tapdılar və yaxud da öldülər və həyat yoxdur. Yox olacaq. Ona görə də çoxalma da canlının əsas xüsusiyyətlərindən biridir. Gəldik növbəti bir xüsusiyyət böyümə və inkişaf. Böyümə nədir? Hüceyrə və orqanizmin həm ölçüsünün, həm də kütləsinin artmasıdır. Yəni ölçü baxımından da böyüyür, kütlə baxımından da kütləsi artır. Məsələn, uşaq doğulanda belə deyək də, 3 kilo 800 qram olur. 1 yaşına çatanda məsəl üçün onun kütləsi olur. Məsəl üçün deyirəm, indi 10 kiloqram, 12 kiloqram. Nə oldu? Bu uşaq böyüyür, kütləsi artır, ölçüsü artır. İnkişaf nədir? İnkişaf isə orqanizmin və ya onun ayrı-ayrı hissələrinin quruluşunda dəyişiklik və təkmilləşmədir. Məsələn, yeni doğulmuş bir uşaq, hansı ki dedik 3 kilo 800 qram bir uşaq, onun hələ ki inkişafı əlini qolunu tərpətməsidir. Amma 1 yaşda nə olur? Yeriyir, müəyyən əşyalar arasında əlaqə qurur. Deməli, artıq inkişaf eləməyə başlayır. Aydındır? Deməli, böyümə ölçünün, kütlənin artmasıdır. İnkişaf isə artıq təkmilləşməsi, quruluşunda dəyişikliklərin olmasıdır. Məsələn, baxın, burada toxumun cücərməsi və inkişafı. Cücərir, inkişaf edir və yeni bir bitkiyə başlanğıc verir. Eyni zamanda qurbağanın böyüməsi və inkişafı. Əvvəlcə qurbağanın kürüsüdür. Kürüsündən müəyyən mərhələləri inkişaf edir, böyüyür və heyvanlar müəyyən yaşa qədər böyüyürlər. Ömür boyu böyümürlər, amma bitkilər ömür boyu böyüyürlər. İnkişaf heyvanlarda ömür boyu davam edir. Amma böyümə müəyyən həddə qədər davam edir, sonra böyümə dayanır. İnsanda da elədir. Çünki məsələn, 70 yaşlı insan görün nə boyda olmalıydı boyu. Niyə? Çox böyümür. Çünki müəyyən yaşa qədər böyümə davam edir, sonra böyümə dayanır. İnkişaf isə davam edir. Keçdik növbəti bir canlının xüsusiyyətinə. Bu da ifrazatdır. İfrazat nədir? Gəlin baxaq. Hüceyrə daxilində baş verən proseslər nəticəsində lazımsız və zərərli maddələr əmələ gəlir. Yəni hüceyrə fəaliyyət göstərir, də elədir. Fəaliyyət göstərən zaman onun daxilində lazımsız, zərərli maddələr də əmələ gəlir. Bu maddələrin orqanizmdən xaric olunması adlanır ifrazat. Yəni, lazımsız maddələr ki, onun bədənində əmələ gəlmişdi, onu bədəndən çıxarması artıq adlanır ifrazat. Bu da vacib bir prosesdir. Əgər o lazımsız maddələri hüceyrə daxilindən çıxara bilmirsə, bir müddətdən sonra o lazımsız maddələr onu zəhərləyib məhv edəcək. Ona görə də ifrazat da canlının əsas xüsusiyyətidir. Qıcıqlanma canlının xarici mühitin təsirinə qarşı cavab vermə qabiliyyətidir. Nədir xarici mühitin təsiri? Məsələn, səs, sizi çağırırlar. Məsələn, Aydan,
Aydan adlı insan çönür, baxır. Onun beynində həmin səsə qarşı bir qıcıqlanma əmələ gəldi ki, o düşəndə o həmin səsə baxdı. Görüntü, qoxu, evə gəlmisiniz, evdən qəşəng yemək iyi gəlir. Siz tez bilirsiniz ki, aha, evdə yemək pişir ya da şirniyyat pişir. Dad, ağzınıza qoyduğunuz qidanın vaxtının keçib keçmədiyini, xarab olub olmadığını həmin an dilinizdəki o qida qəbul edən hüceyrələr qıcıqlandığına görə başa düşürsünüz. Toxunma, sizə kimsə əl vuranda sizin dərinizdəki hüceyrələr qıcıqlanır, siz onu hiss eləyirsiniz. Ətraf mühitin temperaturunun dəyişməsi. Qışda üşüyə-üşüyə məktəbə qaçırıq. Deməli, temperaturun dəyişməsinə qarşı bizdə bir qıcıqlanma yaranır ki, soyuqdur, qaçaq məktəbin içərisinə, çöldə qalmayaq. Deməli, bu nə oldu? Qıcıqlanma oldu. Qıcıqlanma nədir? Canlının xarici mühitin təsirinə qarşı cavab vermə qabiliyyətidir. Məsələn, dərsliyimizdəki bu şəkillərə diqqət eləyək. Kaktus tikanlarına toxunduqda insan əlini çəkir. Niyə əlini çəkir? Əlimi vurdum, dərimdəki o hüceyrələr qıcıqlandı və mən gördüm ki, ağrıdır axı bu. Elə deyil. Qıcıqlandığıma görə tez ona cavab olaraq nə edim? Əlimi çəkdim. Eyni zamanda küstüm otu adlı bir bitki var. Onun yarpaqlarına toxunduqda, baxın, burada yarpaqlar var idi. Toxunub deyə başlayır yarpaqlarını bükməyə. Və bu da onun qıcıqlanmasını göstərir. Bu da oldu bizim ilk mövzumuz, canlıların əsas xüsusiyyətləri. Bunlara nələri aid elədik? Hərəkət, qidalanma, tənəffüs, ifrazat, çoxalma, böyümə və inkişaf, qıcıqlanma, bunlar hamısı canlıların, yəni canlı olan bütün orqanizmlərin xüsusiyyətidir. Ola bilər ki, bir canlıda bu daha çox nəzərə çarpsın, ola bilər ki, az nəzərə çarpsın, amma bütün canlılara xas olan proseslərdir. Məsələn, bunu hərəkəti də misal göstərdik ki, bitkilərdə yavaş hərəkət ola bilir, amma yenə də onlar hərəkət edirlər. Tapşırıqlardan da bəzilərinə biraz aydınlıq gətirək, dərsimizi yekunlaşdıraq. Deməli, şəkilə baxırıq, öyrəndiklərinizi tətbiq edin. Milçək tutan bitkisi. Baxın, bu bitki milçək tutan bitkisi adlanır. Niyə? Çünki o həşəratla qidalanır. Niyə həşəratla qidalanır? Sizə bir əlavə məlumat verim. Bu bitkilər, deməli, azot maddəsinə qarşı tələbatı var. Və onlar əgər onların yaşadığı torpaqlarda da azot çatışmadığına görə başlayırlar həşəratı tutmağa. Həşəratı tuturlar, onun tərkibindəki o azotdan istifadə edirlər. Ona görə də həşəratla qidalanırlar. Yəni bu bitkilər həm kənardan qida qəbul edir, həm də digər bitkilər kimi bayaq dediyi bitkilər qidalananda günəşdən, karbon qazından, sudan istifadə edir, yəni fotosintez prosesi keçirirlər. Elə də qidalanırlar, bir də həşəratla da qidalanırlar. Bunun adı milçək tutandır. Fikir verirsiniz, bura yarpaqları da bu əslində elə bil ki dişçikləri var kənarlarında. Bir yarpaq iki hissəyə parçalanır. Milçək tutan bitkisinin tutma aparatı həşərat yarpağın hər iki arasındakı tükcüklərə eyni vaxtda toxunduqda işə düşür. Deməli, həşərat bu yarpağın hər iki, yəni bu bir, bu da ikinci. Bax, buradan yazıram. Bu birinci, bu da ikinci. Hər iki yarısındakı tükcüklərə eyni vaxt toxunanda işə düşür. Həşəratı bitkinin ətri, şirin nektarı cəlb edir və o tələyə düşmüş olur. Əslində o nektar yeməyə gəlirdi bu bitkinin yanına. Amma nə oldu? Tələyə düşdü. İndi müzakirə edək. Şəkillərdə həşərat və milçək tutan bitki misalında canlı orqanizmin hansı əsas xüsusiyyətləri göstərilmişdir? Gəlin bir-bir milçəkdən başlayaq. Deməli, milçək dedik ki, bu bitkinin ətri, şirin nektarı onu cəlb elədi. Deməli, ətri yayıldı. Həşərat bunu duydu. Nə oldu? Qıcıqlanma baş verdi də, elə deyil? Bir kənar təsirə qarşı cavab. Qıcıqlandı. Və həşərat hərəkət elədi. Gəldi, qondu bitkiyə. Bitkiyə həşərat qonanda onun o tükcüklərinə təsir oldu. Bu dəfə bitki qıcıqlandı. Baxın, burada da bir qıcıqlanma. Qıcıqlandı və həmin bu tərəfləri var. Bunlar başladı qapanmağa. Hərəkət oldu da, elə deyil bitkidə. Bəli, qapanandan sonra başladı bu içindəki milçəyi həzm etməyə, qidalanmağa.
Bu da nə oldu? Qidalanma prosesi. Gördük ki, həşərat bax qıcıqlandı, hərəkət elədi. Bitkidə də qıcıqlanma oldu, hərəkət oldu və qidalanma oldu. Bu bitki ilə, daha doğrusu həşəratla qidalandı. Bu xüsusiyyətlər bir-biri ilə əlaqəlidirmi? Əgər əlaqəlidirsə, bu özünü nədə göstərir? Bəli, bu proseslər hamısı canlının əsas xüsusiyyətləridir. Bir-birləri ilə əlaqəlidir. Canlı bu xüsusiyyətlər əsasında inkişaf edir, böyüyür, sağ qalır. Gəldik növbəti tapşırığı da izah eləyək. Deməli, uyğunluğu müəyyən edin. Qidalanma, hərəkət, böyümə, inkişaf, qıcıqlanma. Qidalanmaya nəyi misal göstərək? İkinci şəkil. Bəli, ikinci şəkil qidalanmaya aid xüsusiyyətdir. Burada görürük ki, it qidalanır. Hərəkətə hansı aiddir? Baxın, at hərəkət eləyir, qaçır. Hərəkət. Böyümə və inkişaf, kəpənəyin böyüməsi və inkişaf mərhələsi. 1. Qıcıqlanma, əlimiz şama toxunanda onun istiliyindən qıcıqlanır və əlimizi kənara çəkirik. Bu da ilk mövzumuzun izahı. Digər mövzuların da izahını hazırlayıb sizinlə paylaşacağım. Ümid edirəm dərsi başa düşdük. Çətin dərs deyil, çox asan, çox rahat dərsdir. Cümlələrə diqqət eləsəz, bu bölmənin summativindən də yaxşı qiymətlər alacaqsınız. Həmçinin də bitkilər, orqanizmlər, öyrənilməsi üsulları haqqında da məlumatlar əldə edəcəksiniz. Sağ olun, gələn dərslərdə görüşərik.